Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Binəqə qəsəbəsində Bakavtomat deyilən ərazidə yola yaxın olan bir yerdə gözəl 3 sotun içində 140 kvadratlıq 4 otaqdan ibarət olan həyət evimizin çəkilişinə gəlmişik. Bəli değerli dostlar, əlaqə nömrəmizə 0, əlaqə nömrələrimiz daha doğrusu ekranda görsənilir değerli izleyiciler. Ekrandakı əlaqə nömrələrlə əlaqə saxlaya bilərsiniz. Daxil olaram evimizin həyətinə və evimizin içini sizlərə göstərəm. Buyurun, gəlin, hoş gəldiniz. İnşallah değerli dostlar, sizlere bu evi tam geniş ətraflı təqdim edəcəm. Yaxın gəlin, zəhmət olmasa Aşıq xanım. Deməli, evimiz həyəti, bazası qəşəng yaşıllıqlıdır. Gördüyünüz kimi qəşəng yaşıllığı var həyəti. Bunlar indi sabahları hamısı ləkələnir. Qəşəng bar verəcək. Həyətdə tikilmə su baxımız var. Əlavə hörülübdür, gördüyünüz kimi hörgü iləndir. Onun arka hissəsində də yeri var. Evimizin sağ, sol və arka hissəsinə rahat bir formada gəlib dolanmaq olur. 140 kvadratlıq evimiz çok genişdir. Həyətimiz genişdir. Sənədlər fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Binəqə qəsəbəsində %99% sənədlərin hamısı eyni qaydadadır. Bunu da deyirəm ki, değerli izləyicilərimiz zəng gelib kupça haqqında soruşmasınlar. Yəni burada kupça yoxdur. Kupçaya gedən sənədlərdir. Hamısı eyni qaydadadır değerli izləyicilərimiz. Bizdə yalan da yoxdur. Nə var? Olduğu kimi deyirəm. Bəzi ola bilər, kiməsə zəng eləyər istəyər, hə, kupçadır, amma kupça deyil, əziz qardaşım. Yəni aldanmayın bəzi şeylərə. Burada su kombi xəttimizin yeri var. Kanalizasiyanın axan yerləri var. Burada gül çiçək əkmək üçün qəşəng sahə ayrılıbdır değerli izləyicilər. Ev tam boşa daşdan ibarətdir. Yerdən kürsülüdür, tornikatı var, damı necə lazımdır, hamısı hörülübdür. Ətraf yaşayışdır, qolun qoşu qalır. Yeri çok sabit yerdir. Mağazin, dükkan, asfalt yol çok yaxınlığındadır. Evdən asfalta qədər olan məsafə təxminən hardasa 150-200 metr məsafədir. Değerli dostlar, daxil oluram. İndi isə evimizin içini sizlərə göstərəm. Buyurun inşallah bizlərlə bir yerdə daxil olalım evin içinə. Evimizin deməli qiyməti neçəyə idi? 85 min Azərbaycan manatına idi. Real alıcıya 85 mindən də aşağı yeri olacaq değerli dostlarım. Yəqin ki Allah dilindən sürüşdürürdü bu qiymət məsələsini. Amma 85 ev sahibi real alıcıya endirim olunacaq. Evlərin burada nələr olacaq? Aboylar qırılır. Ondan sonra aksesuarlar qoyulur, təbliğ edilir değerli izləyicilər. Buyurun, baxa bilərsiniz. Burada giriş tərəfdə sağ hissəsində sanitar qovşağımız mövcuddur. Evimizin daxil oluruq. Birinci otağına, qonaq otağına daxil oluruq. Qonaq otağımız kvadrat, geniş, səliqəli, tam təmir, gördüyünüz kimi qonaq otaqları. Mükəmməl və yataq otaqlarımız da çox səliqəli və genişdir. Değerli izləyicilər, ətraflı qolun qonşuya düşən yeri yoxdur, tam ışıqlı ərazidir. Yəni bütün evimizin dörd bir tərəfindən də ışıq vurur. Gün çıxan evdir, günə baxan evdir değerli izləyicilərimiz. Evin əsas xüsusiyyətlərindən də biri odur. Evimizin arka hissəsində daxil olduq və görürsünüz qəşəng bura eksik otaqdır, ora yataq otağı ilə digər yataq otağımız da var değerli izləyicilər. Burada bizim digər yataq otağımızdır. Gördüğünüz gibi çok qəşəng genişdir, hətta yəni səliqəli tam necə lazımdır öz qaydasında. Değerli izləyicilər, daxil olduqda bax, koridorun da genişliyini sizlərə tam göstərmək istəyirəm. Çox qəşəng səliqəli geniş koridorumuz var, kompakt yığılmış bir evdir. Evimizin mətbəxinə daxil olduqda əziz xanımlar, analar, bacılar, evimizin mətbəxi də çox qəşəng geniş mətbəxdir. Gördüğünüz gibi burada mebellerini yığdığınız zaman ki burada yığa bilərsiniz mebel.azdan düzdür? Bəli. Və burada da ki bütün stollarınızı yığıb rahat bir formada bu sahədə də sizlər rahat bir şəkildə xanımlar yeməklərinizi pişirib ləzzətli süfrənizə daxil edə bilərsiniz. Allah hamınızdan razı olsun. Kanalımı beğenin, abone olun. Zil düğmesine toxunaraq bildikləri açın ki, inkişafımız daha da böyüsün, izləyicilərimizin sayı daha da artsın. İnşallah ki, bizlərdən ev alan izləyicilər daha da çox olsun. Allah hər kəsin xeyrini versin. Kim də bizdən ev alır, ruzulu olsun, bərəkətli olsun, düşərli olsun, xeyirli olsun inşallah.